Bir neçə gündür ölkənin gündəmini diqqətlə müşahidə edirəm. Özünü Bilgə Xaqanın, Attillanın, Çingiz xanın nəvələri hesab edən insanlarımızın psixoloji portretini anlamağa çalışıram. Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşının küçədə alma, pomidor, xiyar satan insana qarşı etdiyi kobud hərəkət düz 10 gündür bəxti rəvan, günü firavan, kefi fışqırıq vuran xalqımızın müzakirə mövzusuna çevrilib. Halal olsun, xalqımız bir yeşiyi xiyara görə ayağa qalxıb, icra hakimiyyətinin əməkdaşını ifşa etdi. Nədir? Düz demirəm be ya. Haqlısan, haqlısan. Düzdür, doğrudur. Hələ bu harasıdır? Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin yağışlı havada başına çətir tutan əməkdaşını da rüsva elədilər. Bütün yaltaqlar yığışıb sosial şəbəkələrdə, saytlarda yazdılar, pozdular və nəticədə çətir tutan başqa bir yaltaq işdən azad olundu. Bəli. İsmailov Mahmudov çağırır, özü də təcili. 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 Bir tərəfdən də xalq artisti Röya çomağını diriyib şöhrət ordeni almaq istəyində olduğunu bildirir. Və mən indi həqiqətən də inandım ki, tarixdə bizim böyük imperiyalarımız olub. Rəhmətli Bilgə Xaqan nə qədər külünc vurub əziyyət çəkib ki, biz də bu qədər müqtədir ola bilmişik. Ayda 19.500 manat maaş alan Aynanın, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rızayevin pak əməllərinə and içirəm ki, bizə müğənni rəqsanə ilə TikTokdan jurnalistikaya tullanan hansısa jurnalistin dava dalaşı, dedikodusu, qarğışları daha çox maraqlıdır. Babası Çingiz xan, nənəsi Sara xatun olanın Miri Yusif, Tünzalə Ağayeva kimi xalq artisti olmaz. Aynanın əməli salih sədri Anar Rızayevin pak əməllərinə bir daha and olsun ki, Mirzə Ələkbər Sabir sizi nə təhər qoyub getmişdisə, elə o cürdə qalmısınız. Niyə bir-birinizi qırırsınız? Məmurlarımızın alveri şıdırğı gedir. Alimlərimizin, jurnalistlərimizin başı yaltaqlığa qarışıb. Hərə bir tərəfdən qazanır, sən də qazan. Qazana bilmirsənsə, fərasətsiz adamsan. Öl, canın çıxsın. Allah sizi xoşbəxt etsin. Allah hamı olsun canı sağ. Olmaz ki, həmişə belə mehriban olar. Mehribançılıqdan yaxşı şey var dünyada. Ən qiymətli şey deyil bəyəm bu mehribançılıq. Nədir? Bax, bizim bu şəhərdə 3-4 dənə çörəkli yer var. Hamısı da öz əlimizdə. Ancaq biz bunun qədrini bilmirik. Ay anonimkalar yazırıq ha bir-birimizdən. Özü də insafsız yazırıq. İndi gəlib çıxdıq başqa bir əndirabadi məqama. 40 ilin jurnalisti, çox üzr istəyirəm, 40 ilin jurnalisti adını çəkmək istəmədiyim və adını çəkdiyimə görə üzrlü hesab edin. Azər Həsrət deyir ki, barlara gedənlərin çoxusu Rus bölməsində oxuyan qızlardır. Vaxtilə müxalifətdəki cəbhə şüvənliyi ilə Azərbaycan hakimiyyətini söyüş atəşinə tutan Azər Həsrət xalqın məktəbli tələbə qızlarını şərləyir. Bilgə Xaqanın nəvəsinin bu iddiasına görə barlardakı bütün qızlar Rus dillilərdir. Bəs görəsən kənddən Bakıya oxumağa gəlib əcaib vidə düşən, Türk seriallarının azğın atmosferi altında əndamını bayırda qoyan, çıçıpçı ilə barlarda özünü divarlara sürtən hansı bölmənin qızlarıdır? Ya bu adamın dünyadan xəbəri yoxdur, ya da ölkənin həqiqi problemlərindən danışmağa cəsarəti çatmır. Halbuki və eşitdiyimə görə Azər Həsrətin öz övladları da vaxtilə Rus bölməsində təhsil alıblar. Bu haqda çox danışmaq niyyətində deyiləm. Marağında olanlar yaxın günlərdə Bilgə Xaqanın cəsarətli nəvəsi Azər Həsrət haqqında yazacağım faktlarla zəngin olan geniş statusu Facebookdan oxuya bilərlər. Və unutmaq lazım deyil. Sən Azərbaycan dilinin qədrini bilməyəndə, Azərbaycan dilinin əhəmiyyəti azalanda, Rus dilinin də, İngilis dilinin də, yeni gələndə erməni dilinin də ölkədə əhəmiyyəti artmalı olacaq. Yəni eşşəyə qoyub palanı çırpmaq lazım deyil. Hamı Bilgə Xaqanın başqa nəvəsi Kamran Həsənli deyil ki, Press Klub adlı Qərb maliyyəsinin iniltisinə çevrilən verilişində səhərlər Rus dilini söyüb, axşamlar isə Novxanda yerləşən Silayev restoranında Rus dilində mahnılar oxuyub, evinə pul aparsın. Məişət adamlarının bəşəri dəyərlərdən danışmasının sonu fəlakətdir. Babalı müharibə məni bu cürə saldı, Allah sana görsətməsin. Göstərib nə qayrəşəğə? Mənim babam qaçaq Kərəmin mehdəri olub, ey! Biz kösüb, zəhmətkeş,
optimist nəslin nümayəndələriyik. Ben şehirlerde bu ağaçlar. Dəki ağaca kərdə Ay baba sürəcimizi. özümüz neymişik ha? Özümüzü də belə ola elə. И хватит, да! Digər, dünya çox ağır proseslərdən keçir. Ətrafımızda ölkələr müharibə təhlükəsi ilə üz-üzədir. Azərbaycan da daxil, bütün ölkələr ağır sınaq meydanındadılar. İndi müşahidə edin görək, kimsə bu proseslərdən soyuqqanlı şəkildə təhlil edib danışırmı? Şübhəsiz ki, danışa da bilməzlər, çünki səviyyələri çatmır. Amerika Birləşmiş Ştatları İran müharibəsi olarsa, bunun regiona, ölkəmizə nə kimi təsirləri ola bilər? Bunları təhlil edən varmı? Ölkənin özünə politoloq, jurnalist deyən yaşlı başlı adamları ağızlarına nə gəldi danışırlar. Bir qism adam yəhudilərə yaltaqlanmaq üçün Xameneyini söyür. Başqa bir qism NATO-nun, ABŞ-ın könüllü agentləri isə Putini. Heç kəs Azərbaycanı düşünmür. Ölkənin ideoloji cəbhəsinin əsgərləri bu cür təlxəylərdilərsə, vay halımıza. Ən yaxşısı gedib xoşbəxtliyə qafiyə axtarın. Xoşbaxtlıqdan. Yaz insan yaz. Yazmıyorsan kellem atıp yatacağım. Ay. Yazacağım.